Azərbaycan hökumətindən növbəti imansızlıq əməli. Bizə çatan xəbərə görə Azərbaycan hökuməti inanclı insanların namaz və oruclarını batil etmək yolunda növbəti iyrənc addım atmışdır. İş olasındadır ki, Azərbaycan müsəlmanları üçün namaz qılınan vaxtları şəhəri vaxtla yox, özlərinin məsləhət bildikləri vaxtla qılınma zamanlarını tətbiq etmişlər. Bu da bəlli olduğu kimi, qılınan namaz və tutulan orucları batil etmək deməkdir. Şeytana qulluq edən bu hökumət artıq Allaha qarşı müharibə elan etməkdədir. Keçən həftə Talışdanın bütün yerlərində olan məscidlərdə azan verilməmişdir. Bunun səbəbi də məhz şəhəri vaxtla uyuşmayan və dövlət məmurları tərəfindən tətbiq edilən qeyri-şəhəri namaz vaxtlarından irəli gəlmişdir. Bizim mömin xalqımız məhz namaz və orucları mərcə təqlidlərinin hökmü ilə əməlinə vacib saymışlar. Əziz həmvətənlər, şeytana qulluq edən belə bir dövlət öz əli ilə öz məhvinə imza atır. Artıq susmaq vaxtı deyil. İmam Zaman ağanın zuhurunu gözlədiyimiz halda o nazənin ağa üçün meydan hazırlamalıyıq. Allah oruc və namazlarınızı qəbul etsin. Allah şeytana lənət eləsin. Azərbaycan prezidenti Mehriban Əliyevanı Heydər Əliyev ordeni ilə təltif etdi. İyunun 29-da 1-ci Avropa oyunlarında qalib gəlmiş idmançılar, onların məşqçiləri, Azərbaycan idman ictimaiyyətinin nümayəndələri və oyunların təşkilində xidməti olmuş xarici tərəfdaşlarla görüş keçirilib. APA TV-nin məlumatına görə Azərbaycan prezidenti İlham Əliyev xanımı Bakı 2015 1-ci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak ediblər. Dövlət başçısının sərəncamı ilə Azərbaycan Respublikasında mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə görə Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda və geniş tətbiqinə və 1-ci Avropa oyunlarının təşkilində böyük xidmətlərinə görə Mehriban Əliyeva Heydər Əliyev ordeni ilə təltif edilib. Dövlət başçısı Heydər Əliyev ordeni Mehriban Əliyevaya təqdim edib. Gözləriniz aydın olsun, əziz Türk qardaşlar. İstəməyənin gözü çıxsın. Əliyev Əliyevanı Əliyev ordeni ilə təltif etdi. Bundan böyük xoşbəxtçilik olarmı? Qoy istəməyənlərin bağrı çatlasın. Belə xoşbəxtliyin dünya tarixində analogu tapmaq qeyri-mümkündür. Təşkilat Komitəsinə rəhbərlik etmiş Mehriban Əliyevanın xüsusilə böyük fəaliyyətini yüksək qiymətləndirirəm və o bu oyunların keçirilməsinə çox böyük töhfə vermişdi. Deyə bilərəm ki, öz canını qoymuşdu bu oyunların bu səviyyədə keçirilməsinə. Toluşun Sado qəzetinin baş redaktoru Rafiq Cəlilov bəyan edib. Hörmətli İqbal Məmmədov cənabları, siz Milli Məclisdə Lerik rayonunu təmsil edirsiniz. Rəhbəri olduğum Toluşun Sado qəzeti Azərmətbuat yayımı məhdud məsuliyyətli cəmiyyət tərəfindən Respublikamızın bütün rayon və şəhərlərində satılır və mən buna görə Azərmətbuat yayımı MMS-ə bəri başdan pul ödəyirəm. Qəzetimiz hər 3-cü gün çərşənbə günü Respublikamızın bütün rayon və şəhərlərində paylanır. Bütün ucqar rayonlarda satışda olan Toluşun Sado qəzetinin satışı nədənsə Lerik rayonunda
əngəllənir. Qəzetin son 2, 10 və 11-ci nömrəsi bizə məlum olmayan səbəblərdən Lerik rayon poçt idarəsində saxlanılaraq köşklərə təhvil verilmir. Hörmətli İqbal Məmmədov cənabları, sizdən həmən rayonun deputatı olaraq bu məsələni araşdırmasını xahiş edirəm. Əks təqdirdə mən yüksək dövlət qurumları, yerli və xarici təşkilatlar qarşısında Azərbaycanda talış dilinə qarşı dövlət baskısı məsələsini qaldıraraq Lerik icra hakimiyyət başçısını Rövşən Bağırovun talışlara və talışların dilinə qarşı dözümsüzlüyünün mənbəyinin prezident aparatı, Nazirlər Kabineti və Milli Məclis olduğunu hər yerdə bəyan edərək Rövşən Bağırov talışlara və talış dilinə baskılara son qoy adı kampaniyasını başlayacağım. Xahiş edirəm, yazdıqlarıma ciddi yanaşasınız. Hörmətlə Rafiq Cəllov, Respublika Talış Mədəniyyət Mərkəzinin sədri, Toluşun Sadov qəzetinin baş redaktoru. Osservatorio Balkani Kausako. Xarici jurnalistləri erməni bayrağı altında ləkələmək Azərbaycanın köhnə adətidir. Avro oyunları Kiv tərəfində Azərbaycan üçün gözlənilən pozitiv halları gətirmədi. Hakimiyyətin gözlədiyinin tamam əksi oldu. Milyonlarla qoyulan xərclər gözlənilən bəhrəni vermədi. Bu barədə Azərbaycanlı jurnalist Arzu Heybullayeva İtaliyanın Osservatorio Balkani Kausako adlı saytında yazır. Jurnalist 95 milyon dollar xərcindən şouda uçan xalçalardan tutmuş, uçan cöngəyə qədər olduğunu yazır. Əlbəttə, tamaşaçılar buna tamaşa etdikləri halda beynəlxalq Kiv nəinki oyunları faallıqla tənqid etmiş, həm də oyunları qəbul edən tərəfi tənqid atəşinə tutmuşdur, deyə Azərbaycan hökumətinin gözlədiyini əksi olaraq Avropa oyunları ölkə imicinə negativlik gətirmişdir, yazır jurnalist. İtalyalı deputat. İdman və insan haqlarını Bakıya 2 çəllək neftlə satıldı. İdman və insan haqları Bakıya 2 çəllək neftə satıldı. Bu barədə öz saytında Avropa Birliyinin İtalyalı deputatı Fabio Castaldo yazıb. Bakıda 1-ci Avropa oyunları keçir. Bu ölkədə pul lazımı qədərdir. Təəssüflər olsun ki, çoxları Azərbaycanın qoşulduğu insan haqlarının Avropa Konvensiyasının qanunun heç bir bəndinə əməl etməməsinə göz yumurlar. Avropa Azərbaycana təsir edəcəyi təqdirdə susmağa üstünlük verdi. Əgər indi biz susub otursaq, onların qanuna zidd olan ideyalarını dəstəkləyəsi oluruq. Nədir? Bizim əqidəmizi və səviyyəmizi çəki ilə satın almaq olurmu? Deputat öz bəyanatında bildirib. İyun ayının 23-də Bakıda növbəti avtomobil qəzası olmuşdur. Qəza nəticəsində Avro oyunlarının təşkilatçısının oğlu ölmüş və daha 3 xarici vətəndaş bədən xəsarəti almışdır. 1-ci Avro oyunlarının operativ mərkəzi Five Gurrents kompaniyası dərin hüznlə başsağlığı verən bəyanat yaymışdır. Bəyanatda iyun ayının 23-də Heydər Əliyev adına prospektdə avtomobil qəzası nəticəsində Avro oyunlarının yaradıcı kollektivindən olan bir Avropalı həlak olmuşdur. Bu barədə Turan agentliyi xəbər yaymışdır. Xəbərə görə o Britaniya vətəndaşı olan və kontrakt əsasında Five Gurrents kompaniyasında çalışırdı. Adı çəkilən kompaniya Avropa oyunlarının açılış mərasiminin təşkilatçısıdır. İyun ayının 28-də 2015-ci ildə Rusiya Federasiyasının Talışiya adlı Talış Gənclər Birliyi Talış xalqının mənəvi atası böyük şair Əli Nasirlə Moskva şəhərində görüş keçirmişlər.
Şair çox ətraflı, məzmunlu çıxışı ilə gənclərimizi zəkası ilə məftun edib. Tariximizin yaddaş etüdlərindən şair Ulu Zərdüştdən yeni tariximizdə şirin-şirin özünə məxsus tərzdə söhbət açıb. Şairin çıxışından sonra gənclərimiz onu sual ataşında tutublar. Şair gənclərin verdiyi bütün sualların ətraflı cavablandırıb. Şairin yaddaşı və dərin zəkası gəncləri heyrətləndirib. Şair onları mənəvi ata kimi məsləhət etmişdir. Bu görüşdə həmçinin fəxri qonaq sifətində Moskva Talış diasporasının prezidenti İsmail Şabanov, hüquqşünas Mərdan Quliyev, beynəlxalq hüquqşünas Fərqiyə Kərimova və Talış hərəkətinin faal üzvü Ali Fərziyev də iştirak etmişlər. Görüşün sonunda görüş iştirakçıları birlikdə Talış bayrağının önündə xatirə şəkil çəkmişlər. Bilmirəm kim küsübdür, sən mi məndən, mən mi səndən? Heç bilmirəm kim küsübdür, sən mi məndən, mən mi səndən? Dolanırıq nə zamandır, sən də gindən, mən də gindən. Dolanırıq nə zamandır, sən də gindən, mən də gindən. Dolanırıq nə zamandır, sən də yenidən, mən də yenidən. Dolanırıq xeyli vaxtdır, sən də yenidən, mən də yenidən. Qəlbimizi üzə üzə, bəxtir hisslə güldü bizə. Qəlbimizi üzə üzə, bəxtir hisslə güldü bizə. Gəl olaq bir-birimizə, sən də həmdən, mən də həmdən. Gəl olaq bir-birimizə, sən də həmdən, mən də həmdən. Gəl olaq bir-birimizə, sən də həmdən, mən də həmdən. Gəl olaq bir-birimizə, sən də həmdən, mən də həmdən. Yenə meydan oxuyur qəmzələrin cəlladə. Əhsənullahi səni təlim edən ustadə. Gör necə təlim edibdir səni ol qabil kəs. Atdığın qəmzən oxundan bir getməz badəyə. Bəndə bənddir itimiz yarların qəlbində. Kimsə yetməz məni bir işarəyə bir imdada. Mail öz xəlqin üçün çoxlu qəzəli şailə. Bunca istərsən əgər xoş yaşamaq dünyada. Pəncərəmdən ay güləndə, gün üstəşi düzüləndə. Pəncərəmdən ay güləndə, gün üstəşi düzüləndə. Oxuyuruq eşq əlində, sən də qəmdən, mən də qəmdən. Oxuyuruq eşq əlində, sən də qəmdən, mən də qəmdən. Oxuyuruq eşq əlində, sən də qəmdən, mən də qəmdən. Oxuyuruq eşq əlində, sən də qəmdən, mən də qəmdən. Qəlbimizdə yüzə yüzə, əsr hisslə
Yanılmaq bir-birimizə, sən də həm də, mən də həm də. Yanılmaq bir-birimizə, sən də həm də, mən də həm də. Yanılmaq bir-birimizə, sən də həm də, mən də həm də. Yanılmaq bir-birimizə, sən də həm də, mən də həm də. Mən tək, balan ölsün Talışistanım. Bir tərəfi dəniz, bir tərəfi dağ. Yerdəki cənnətdir, yazır Quranım. İçindən çayları axan bağdır bağ. Şeytana əsirdir cənnət məkanım. Mən tək, balan ölsün Talışistanım. Sipyeru o baştan yurda verir can. Peleru talışı edir Gülistan. Gülistandan belə alaşarı qan. Bu bölgüdən dönür damarda qanım. Mən tək, balan ölsün Talışistanım. Arçonru yas tutub Novruzəliyə. Tanqarı ağlayır hilalım deyə. Vazaru intizar Əlikrəm bəyə. Hanı Ataxanım, hanı Elxanım, mən tək, balan ölsün Talışistanım. Viləşəru bir sönük həvəstə gedir. Həmoşəru sakit ahəstə gedir. Biləru sısqıyıb çox pəstə gedir. Əllərə qalıbdır yetim aranım. Mən tək, balan ölsün Talışistanım. Kuəru hər yazda bəndləri yarır. Nə keçdi önünə yuyub aparır. Kükrəyir, hayqırır, haray qoparır. Hanı Mir Mustafam, Mir Həsən xanım, mən tək, balan ölsün Talışistanım. Bir sual cavabsız qalıbdır hələ. Bu yurdu bu günə kim qoyub belə? Talış nə vaxtədək olacaq kölə? Bitəcək nə zaman bu qəm dastanım, mən tək, balan ölsün Talışistanım. Ey Talış, yetməzmi kölə olduğun? Ağzında qurbanlıq sülə olduğun, yurduma gərəksiz şələ olduğun, nə vaxtədək belə yaxılım, yanım, mən tək, balan ölsün Talışistanım. Uyma yadelliyə, sözü saxtadır. Əyrisi iyrəncdir, düzü saxtadır. Talışlar, vətənə demək vaxtıdır. Azad ol, bu yolda qoy axsın qanım. Mən tək, balan ölsün Talışistanım. Talışlar, ayağa durmaq vaxtıdır. Köləlik zəncirin qırmaq vaxtıdır. Azad Talışistan qurmaq vaxtıdır. Deməsin qoy daha qızım, oğlanım, mən tək, balan ölsün Talışistanım. Sevim sen sevme, koy belaya olsun. Sana sev demeye ne cüretim var.
özümündür, özün bilərsən. Mənimsə əhdimdə sədaqətim var. Məncən sevən hanım səni dünyada, başımdan çıxmayır mənim bu sevda. Ölsəm də yaşmaram sirrimi yada. Səndən yar, sənə yar, şikayətim var ya. Məncən sevən hanım səni dünyada, başımdan çıxmayır mənim bu sevda. Ölsəm də yaşmaram sirrimi yada. Səndən yar, sənə yar, şikayətim var. Yaxşı tanımırsan məni eləsən. Yar saldın aşiqi dildən diləsən. Neyləyim mən böyle, sən də eyləsən. Mənim çox dözümlü məhəbbətim var. Məncən sevən hanım səni dünyada, başımdan çıxmayır mənim bu sevda. Ölsəm də yaşmaram sirrimi yada. Səndən yar, sənə yar, şikayətim var. Məncən sevən hanım səni dünyada, başımdan çıxmayır mənim bu sevda. Ölsəm də yaşmaram sirrimi yada. Səndən yar, sənə yar, şikayətim var. Səndən yar, sənə yar, şikayətim var. Səndən yar, sənə yar, şikayətim var. Xocavəndə baş verən qanunsuzluqlar əhalini boğaza yığıb. Yerli məmurların elindən bəzən köskünlər üsyan həddinə çatdırılıb. Yurd yuvasından didərgin salınmış Xocavəndlilər indi də korrupsioner vəzifəlilərdən dad eləyir. İcra başçısı Eyvaz Hüseynovun isə başı yay istirahətinə qarışıb.
dərs saatlarını 127-dən 114-ə salmış Azadov. Onların bərpası üçün hər məktəbdən 1800 manat rüşvət tələb edir. Azadov öz növbəsində məsuliyyəti boynundan atmaq məqsədi ilə Xocavənd rayon mədəniyyət və turizm şöbəsinin müdiri Ramiz Balakişiyevi qabağa verir. Eyvaz Hüseynovun maliyyə mənimsəmələri Mənzil Kommunal Təsərrüfatı Birliyinin vasitəsilə də həyata keçirilir. Öz yaxın dostu və qohumu Elxan Məmmədovu bu təşkilata müdir təyin edən icra başçısı rayonun abadlıq işləri üçün keçirilən tenderləri məhz Mənzil Kommunal Təsərrüfatı Birliyinin vasitəsilə reallaşdırır. Müxtəlif maxinasiyalar sayəsində isə bir qayda olaraq bu tenderləri eyni şirkətlər qazanır və görüləcək işlər üçün ayrılan pullar hesabdan çıxarılaraq mənimsənilir. İki şəfinin ardınca Parlament Asambleyasının sözçüsü Həsənov da rejimin yalan dəyirmanına qurultuyla su tökür. Azərbaycan fundamental demokratik dəyərlərə sadiq, vətəndaş cəmiyyətinin inkişaf etdiyi və bütün azadlıqların qorunduğu bir ölkədir. Rejim yetkililəri tez-tez yalana əl ataraq müxalifəti erməni dəyirmanına su tökməkdə suslayırlar. Özləri gerçəkdən rejimin yalan dəyirmanına durmadan su tökməklə hakimiyyətlərini qoruyub saxlamağa çalışırlar. Uzağa getmək gərək deyil. Buradakı altında Həsənovun dediyinin hamısı yalandır. Azərbaycanda fundamental demokratik dəyərlər bir yana, bu dəyərlərin ən elementarı da çoxdan yox edilib. Gerçək vətəndaş cəmiyyətinin yeri çoxdan göstərilib. Türmə, bütün azadlıqların qorunduğuna gəlincə, bunu ölüncə döydürülən, sonra cinayətkar statusu qazandırılan İlqar Nəsibov faktı bütün çılpaqlığı ilə göstərməkdədir. Azərbaycandakı vətəndaş cəmiyyətinin başlıca tanınmışlarından olan Leyla Yunus türmədə belə incidilir. İntiqam Əliyevi hüquq yardımından etmək üçün 4 vəkili birdən persona non grata durumuna gətirilir. Hüququn üstünlüğü prinsipi beləcə ayaqlar altında atılır. Bütün demokratik dünyada ucalıq, toxunulmazlıq simvolu olaraq tanınan çox sevimli, çox dəyərli Femida xanım indiki rejimin alınıb satılan məhkəmə hüquq sistemində küçə fəhişəsinə çevrilib. Belə bir düşük yaramaz ortamda hansı fundamental demokratik dəyərdən danışmaq olar? Lirik səhiyyəsi yalnız bölgənin iqliminə borclu ola bilər. Çünki uzun ömürlülər diyarı olan bu regionda təbiətin gözəlliyi insanların nisbətən sağlam yaşamasına rəvvac verir. Digər rayonların cəmiyyəti ilə müqayisədə dağ bölgəsi insanlarının səhhəti daha qənaətbəxş olur. Ancaq bu o demək deyil ki, liriklilər xəstələnmir, yaxud onlar həkimə müraciət etmir. Reallıqdır ki, hər gün onlarla həm uşaq, həm böyük lirik səhiyyəsinin bərbadlığı ucbatından Lənkəran rayon mərkəzi xəstəxanasına üz tutmalı olur. Məlumatlar və şikayət məktubları da bunu deməyə əsas verir. Lənkəran xəstəxanasında müalicə alan liriklilər həzdə buradakı şəraitdən razı qalmırlar. Sadəcə biçarə və əlacsızlıqdan lirikdənsə Lənkəranı seçməli olurlar. Nəqliyyat naziri milyonlarla başa gələn yolu söktürür. Azərbaycanda ən bahalı layihələrdən biri olan Bakı-Quba Rusiya avtomobil yolunun beton üzlükləri sökülür. Tikintisinə 2008-ci ildən başlanan layihəyə ümumilikdə yarım milyard manat xərclənib. Hələ o zaman beton yol çəkiləndə onun dünya standartlarına cavab verəcəyi və uzun müddət istismarda olacağı vurğulanırdı. Reallıq odur ki, milyonlar başa gələn və uzun illər istismarda olmalı bu yol artıq pis vəziyyətə düşüb. Bunun səbəbi isə məmurların dəhşətli korrupsiyasıdır. Müxtəlif ölkələri təmsil edən deputatlar Azərbaycanda baş verənlərə görə hökumətin ünvanına kəskin ittihamlar səsləndirirlər. Strasburqda Avropa Şurası Parlament Asambleyasının yay sesiyası davam edir. Dünənki iclasda AŞPA Monitoring Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Argamund,
İspanya və Tadeusz Ivinskinin Polşa hazırladığı Azərbaycanda Demokratik İnstitutların Fəaliyyəti adlı qətnamə layihəsi müzakirəyə çıxarılaraq qəbul olunub. Qeyd edək ki, sənədə Azərbaycanda insan haqlarının vəziyyətindən, o cümlədən son bir ildə ölkədə güclənən repressiyalar, tənqidçi jurnalist və blogerlərin, hüquq müdafiəçilərin həbsi, vətəndaş cəmiyyətinə qarşı hücumlar, söz və ifadə azadlığının məhdudlaşdırılması, məhkəmələrin müstəqil olmaması və başqa məsələlərdən bəhs olunur. Qətnamə layihəsinin müzakirəsi zamanı Avropalı deputatlar Azərbaycanda insan haqlarının azınacaqlı vəziyyətinə görə hakimiyyəti sərt tənqid ediblər. İtalyadan olan deputat Paolo Corsini Azərbaycanda söz və ifadə azadlığının məhdudlaşdırılmasından danışaraq qeyd edib ki, media məhkəmə sistemi tamamilə hökumətin nəzarətindədir. Bu ölkədə vətəndaş cəmiyyəti darmadağın edilib. Beynəlxalq təşkilatların məlumatına görə orada korrupsiya tüğyan edir. Siyasi məhbuslar var. Bu cür hallar Avropa Şurasının prinsiplərinə ziddir. Avropa Şurasının Parlament Asambleyasının Rumıniyalı üzvü Teodor Nikoloscu yada salıb ki, Azərbaycanda qarşıdan parlament səskiləri gəlir. Venesiya Komissiyasının səskilərlə bağlı bir xeyli tövsiyəsini isə Azərbaycan hökuməti hələ də yerinə yetirməyib. Bu ölkədə hüquq müdafiəçiləri, jurnalistlər, ümumiyyətlə tənqidçilər təqiblərə məruz qalır. Təəssüf ki, Azərbaycan hökuməti Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Bakı ofisini bağlamaq qərarı verib. Ümid edirəm ki, bu uğursuz qərara yenidən baxacaqlar. Hakimiyyət Qarabağ problemi ilə öz maraqları üçün manipulyasiya edir. Sevdim seni meleğini yarım, rana güzelim şan baharım. Sevdim seni canım, lakin zulmkarha, salgın kadir düşberi etmiş edilmiş seni. Ondan muşkuldur eydi düşmek, lakin çatırdın bu görüşmek. Lakin bu yolda özüm düşmek, ayrı düştüm senden man ayrı düştüm, senden man hey, senden man hey. Senden mal hey sandan. Dumanım bu yoldan, o betmanım tümden, maksadım geçerim. Sevdim seni yarım, sensen benim canım. Olmaz söz sevdim senden ayrı, sen
dostum Salam, Talışstanın Milli Televiziyasının hörmətli tamaşaçıları. Sizi deyib gəlmişəm, ey bizim türk-dilli qonşularımız. Hər şeyi öz adıyla rubrikasında sizinlə söhbətimi davam etdirirəm. Söhbətin əsas mövzusuna başlamazdan əvvəl bir məsələyə toxunmaq istərdim. Məsələ burasındadır ki, ötən dəfəki çıxışımdan sonra dostlarımızdan biri sosial şəbəkələrdə öz şərhlərini yazıbdı. Şərhlərin bir hissəsi onun öz şəxsi fikirləri olduğundan mən onlara münasibət bildirməyi artıq hesab edirəm. Çünki belə hesab edirəm ki, hər bir insanın öz haqqıdır o cür fikirləşsin. Hərçənd ki, orada dünyanın bir sıra qlobal məsələlərinə toxunubdur, həm də bizim regionun gələcək geosiyasi taleyindən bəzi məsələlərə öz rəyini bildiribdir, amma hələlik onları saxlayıram. Onun şərhindəki bir məsələyə münasibət bildirirəm. Dostumuz yazır ki, güya mən ötən proqramımızda bir tərəfdən Talışstan, müstəqil Talışstan dövlətinin yaranacağını irəli sürmüşəm, bu fikri irəli sürmüşəm. Digər tərəfdən isə güya demişəm ki, biz o torpaqda yaşayan türkləri köçürdəcəyik. Əvvəlcədən onu deyim ki, düşünmürəm ki, dostumuz mənim fikirlərimi bilə-bilə təhrif edibdir. Amma bunun bir doğru dildə desəm cığallıq olduğunu vurğulamaq istəyirəm. Ola bilsin ki, ya diqqətlə qulaq asmayıbdır mənim dediklərimə və yaxud onları düzgün başa düşməyib. Eybi yox. Mənim borcum həmin fikirlərimi bir daha izah etmək və oxuculara, tamaşaçılara çatdırmaqdır. Çünki bu belə məsələdir ki, mənim dediklərimi əgər o şəkildə bizim Talışstanın torpağında hazırda yaşayan türk-dilli əhaliyə çatdırılsa, əlbəttə ki, bu onların narazılığına səbəb ola bilər. Ona görə də bir daha təkrar eləyirəm ki, mən heç vaxt heç bir yerdə nə yazmamışam, nə də deməmişəm ki, biz Talışstan qurandan sonra oradakı türk-dilli əhalini köçürdəcəyik. Həmin ötən bərnamədə mən Talışstan haqqında söhbət eləməmişəm. Yəni o dediklərim Talışstanın ərazisinə aid deyil. Mən demişəm ki, biz ayrılıb müstəqil dövlət olacaq.
ondan sonra Azərbaycanın, indiki Azərbaycan dövlətinin qalan hissəsində nələr olacaq, o haqda danışmışam. Və bütün proqnozlar göstərir ki, orada heç də yaxşı proseslər getməyəcək, yaxşı hadisələr baş verməyəcək. Çox güman ki, hamının hamıya qarşı müharibəsi olacaq. Və bu da çox faciəvi nəticələrə gətirib çıxara bilər. Əlbəttə, bu mənim şəxsi fikrimdir. Əgər başqalarının bu haqda başqa fikirləri varsa, buyurub desinlər. O ki, qaldı Talışistanın ərazisində yaşayan türk dilli qonşularımıza, bəli, bizim onların bəzi nümayəndələrinə çox ağır suallarımız var. Onlardan narazılıqlarımız var. Çünki həmin şəxslər bilə-bilə ki, yaxın keçmişdə bu torpağa köç eləyiblər və bu torpaqda Talış xalqı onları düz çörəklə qarşılayıb, onların bir çoxu acından ölmək təhlükəsi altında qalaraq bu torpağa gəlibdir. Məsələn, Şamaxıda zəlzələ olub, cəmaat köçüb gəlibdir, Talış xanları onlara qucaq açıblar, yer veriblər, düz çörək veriblər. Qarabağın bəzi yerlərində, Goranboyda və s. yerlərdə aclıq, səfalət olubdur, cəmaat yeməyə çörək tapmayıbdır, pənah gətiriblər Talış torpağına və burada da yenə düz çörəklə və qonaqpərvərliklə qarşılanıblar. Amma bunu bilə-bilə onların bəzi nümayəndələri bugün demək olar ki, Azərbaycanın başqa bölgələrində yaşayan türk dilli əhalidən daha çox Talışları təhqir etməklə məşğuldular. Mən burada onların adlarını çəkmirəm. Qismət olar inşallah ayrıca bir verilişdə o haqda söhbət eləyərəm. Bircə onu demək istəyirəm ki, bəli, bizim onlara suallarımız var, onlardan narazılığımız var. Amma bu narazılıq ayrı-ayrı şəxslərədir. Bizim öz qonşularımızla onların bu torpağa gəldiyi 150, ola bilsin 200 il ərzində heç bir konfliktimiz olmayıbdır. Həmişə mehriban qonşuluq şəraitində yaşamışıq. Hələ burası azdır. Qız verib qız almışıq. Bizim xeyrimiz, şərimiz bir olubdur. Həm də məzhəbimiz bir olduğundan biz daha çox qaynayıb qarışmışıq. Onlar bizim Şiə qardaşlarımızdır. Ona görə də bizim onlara qarşı hər hansı bir çirkin niyyətimiz ola bilməz. Həm də biz öz müstəqil dövlətimizi ona görə qurmuruq ki, bu torpağı başqalarından təmizləyək. Müstəqil Talışistan təkcə Talışlar üçün yox, həm də o torpaqda yaşayan başqa xalqların nümayəndələri üçün yeganə çıxış yoludur. Çünki o xalqların nümayəndələri də bizim xalqın çəkdiyi əzablar qədər əzab çəkməli olurlar. Onlar özlərini nə qədər türk desələr də kürü o yana keçən kimi paytaxtda və başqa yerlərdə onların hamısına Talış deyirlər. Hətta onların içərisində qatı pantürkistlər var ki, onları da Talış adlandırırlar. Və ona görə də onların da hakimiyyət nərdivanında, xidmət nərdivanında irəliləməsi, özlərinə layiqli iş tapması və s. məsələlərdə çox böyük problemləri, əngəlləri olur. Bunu onlar da gözəl bilirlər, biz də gözəl bilirik. Bu mənada biz təkcə Talış xalqını yox, o bölgənin bütün əhalisini xilas etmək istəyirik ki, öz taleyimizi özümüz həll eləyək.
Nəhayət burada çox vacib, həddindən artıq vacib daha bir məsələ var. Bu məsələ də ondan ibarətdir ki, bizim xalqımız milli əsarətin nə olduğunu çox gözəl bilir. 10 illər ərzində bizim xalqımızın nəyi varsa hamısı onun əlindən alınıbdır. O cümlədən onun adı da əlindən alınıb. Onun vətəninin adı da əlindən alınıb. Onun dilinə qadağan qoyulubdur. Bizim xalq çox gözəl bilir ki, belə milli əsarət şəraitində yaşamaq nə deməkdir? Ona görə də mən heç ağlıma belə gətirə bilmərəm ki, hər hansı bir tanışın hardasa ağlına gəlsin ki, biz müstəqil olandan sonra başqa xalqların, xüsusilə də türk dilli qonşularımızın əleyhinə nəsə bir repressiv tədbirlər keçirəcəyik. Əksinə, biz bugün Azərbaycan dövlətinin tərkibində özümüz üçün nələri arzulayırıqsa, müstəqil Talışistanın tərkibində onların hamısını öz türk dilli qonşularımıza verəcəyik. Heç kim onların dilinə yasaq qoymayacaq. Onların dili konstitusiyada dövlətin rəsmi dili elan olunacaq. Yəni, dövlətin əsas dili Talış dili olacaq, amma türk dili də rəsmi dillərdən biri olacaq. Onların hamısı öz ana dillərində oxumaq, təhsil almaq imkanlarına malik olacaqlar. Heç kim onların milli hüquqlarını, milli haqlarını zərrə qədər də olsun tapdalamayacaq. Çünki biz bilirik bu nə deməkdir. Bu cür tarixi keçən Talış xalqı heç öz düşməninə də rəva bilməz ki, onun bugünkü şəraitində, vəziyyətində olsun. Ona görə də dostuma demək istədiyim budur ki, mənim dediklərimə diqqətlə qulaq assın. Ya bilərəkdən, ya da diqqətsizlikdən onları təhrif edib o cür cəmaata çatdırmasın. Əlbəttə, bizim qorxumuz yoxdur ki, o yazılar hardasa bizim xalqın əleyhinə hansısa bir ictimai rəyi yarıda bilər. Ondan qorxumuz yoxdur. Çünki biz öz xalqımız haqqında ictimai rəyi özümüz yaradırıq. Amma bununla belə mən istəməzdim ki, o cür cığallıqlarla cəmaatı çaşdırsınlar. Mən dostumuza uğurlar arzulayıram, can sağlığı arzulayıram və belə ümid edirəm ki, gələcəkdə o öz yazılarında çox diqqətli olacaq. Çünki bu məsələlər o qədər zərif, incədir ki, onlar haqqında çox yüngül sayaq məsələlər yazmaq, sözlər yazmaq olmaz. Bu milli məsələ elə məsələdir ki, ona qeyri-ciddi yanaşmaq olmaz. Hər yazan şəxs, hər söz deyən şəxs gərək öz sözünə fikir versin, ciddi götür-qoy eləsin, sonra öz sözlərini kağıza köçürsün və yaxud sosial şəbəkələrdə yazsın və yaxud televiziya ekranlarından cəmaata bildirsin. Dostumuzun şərhləri haqqında mənim mülahizələrim bu qədər. İndi keçirəm söhbətimizin əsas mövzusuna. Bütün nəinki Azərbaycanda, həm də dünyanın çox yerlərində bir çoxlarının diqqəti qonşu dövlətimiz olan Ermənistana yönəlibdir. Artıq xeyli vaxtdır ki, Ermənistanın paytaxtı Yerevan şəhərində minlərlə insan dinc nümayişə, etiraz nümayişinə çıxıbdır. Bunun səbəbində oxucularımız, dinləyicilərimiz, sadəcə siyasətlə maraqlanan şəxslər gözəl bilirlər. Yəni, bu etiraz nümayişlərinə səbəb belə deyilir ki, elektrik enerjisi tarifinin
40% artırılması olub. Hərçənd ki, bölgədə gedən proseslərlə maraqlanan bir mütəxəssis kimi mən bəzi başqa şeylər də bilirəm. Bilirəm ki, bu nümayişin səbəbi təkcə elektrik enerjisi tarifinin qaldırılması deyil. Burada başqa dərin səbəblər də var. Ancaq bu proqramımda həmin səbəbləri araşdırmaq fikrim yoxdur. Mənim fikrim bizim tərkibində olduğumuz Azərbaycan dövlətinin türkdilli əhalisi ilə bu haqda fikirlərimi bölüşməkdir. Daha dəqiq desəm, bu iki dövləti biri ilə müqayisə etmək və müəyyən nəticələr çıxartmaqdır. Buradaca haşiyə çıxım ki, Azərbaycanda şəxsən mənə və mənim həmfikirlərimə, silahdaşlarıma olan münasibət bəllidir. O cümlədən o da bəllidir ki, hər yerindən duran, hər atasından, anasından xəbərsiz uşaq, böyük fərqi yoxdur. İndiki Azərbaycan hökumətini, o iqtidarı, Əliyevlər klanını hakimiyyət başında əbədi saxlamaq üçün dəridən qabıqdan çıxan hər kəs ağzını açan kimi bizə erməni pərəst deyir. Hələ erməni pərəst azmış, çoxları yazırlar ki, ay biz ermənilərin pulu ilə işləyirik, ay ermənilər bizim ağsaqqaldır, ay ermənilər bizə rəhbərlik eləyir və s. Qoy desinlər. Hər şeyin düzünü Allah bilir. Ona görə də çox dərinə getmirəm. Həm də ən zəhləm gedən şey özümü safa çıxartmaqdır. Kim özünü safa çıxartmağa çalışırsa o müqəssirdir. Amma biz müqəssir deyilik. Biz öz xalqımızın hüquqları uğrunda mübarizə aparırıq. Və bu mübarizədə əlbəttə bizim dostlarımız var, müttəfiqlərimiz var. Və günü-gündən onların sayı artmaqdadır. Azərbaycanın iqtidarı nə qədər yaxasıncırsa da, nə qədər çirkin işlər görsə də bizə qarşı bizim işimiz Allahın köməkliyi ilə irəli gedir. Ona görə də elə boş-boş sözlər, ləkələr bizə yapışmaz. Biz haqq elçisiyik. Bunu tam səmimiyyətlə, tam məsuliyyətlə deyirəm. Bu mübarək Ramazan ayında qoy Allah özü şahid olsun ki, kim düzün deyir, kim yalan. Ona görə də hörmətli tamaşaçılarıma da məsləhətim odur ki, o sözləri heç olmasa bir anlıq hamısını qoyun bir qırağa, diqqətlə qulaq asın. Gəlin müqayisə eləyək Ermənistanla Azərbaycan dövləti. Azərbaycanın xüsusilə hökumət yönümlü mətbuatı gecə-gündüz toy bayramdadır. Toy bayram eləyirlər ki, bəs Yerevanda mitinglər keçir. Hələ yazırlar ki, bu mitinglər ay bu hökumətin axırına çıxacaq, ay hökumət iqtidar bu da dəyişəcək, dövlət çevrilişi olacaq, nə bilim nələr olacaq. Toy bayram eləyirlər. Həm də indiki Ermənistan iqtidarını var gücü ilə söyürlər ki, bax onlar Ermənistanı dilənçi gününə salıblar, indi də elektrik enerjisinin tarifini 40% qaldırırlar. Ki, bu bədbəxt xalq əldən gedir. Bəzi müxalifət nümayəndələri çox zəif bir şəkildə Bakıda səslərini qaldırırlar ki, bəs bu məsələ belə deyil. Siz məsələnin bu tərəfinə baxmayın. Siz fikirləşməyin ki,
Ermənistanda cəmaat hökumətdən narazıdır ki, mitinqə çıxır. Və bunun əksini hökumət yönümlü mətbuat iddia edir ki, madam ki, Azərbaycanda cəmaat etiraz mitinqinə çıxmır, deməli, bu xalq İlham Əliyevdən, onun hökumətindən razıdır. Müxalifət nümayəndələri buna görə də Azərbaycanda demokratiyanın olmadığını zəif şəkildə olsa da nəzər diqqətə çatdırırlar. Ancaq biz zəif yox. Biraz da ciddi, biraz da dərin izah edəcəyik sizə. Çünki biz sizə söz vermişik ki, hər şeyi öz adı ilə deyəcəyik. Elə də eləyirik. Ermənistanla işimiz yoxdur, dedim. Xalq öz hüququnu tələb eləyir, hökumət nə tədbir görəcək, onların öz işidir. Gəlin Azərbaycana nəzər salaq. Və nəzər salanda iki məsələnin önə çıxdığını görəcəyik. Bu məsələnin birincisi hökumətlə, iqtidarla bağlıdır, ikincisi xalqın özü ilə. Hökumətlə bağlı olan məsələ nədir? Yəni, müqayisə edirik Ermənistanla Azərbaycanı. Ermənistanda əlbəttə ki, klassik Avropa dövlətləri səviyyəsində olmasa da, çox yaxşı demokratik sistem var. Bunun birinci əlaməti odur ki, dövlət başçısı mütəmadi olaraq konstitusiyaya uyğun dəyişilir. Seçkilər keçirilir. Parlamentdə deputatların tərkibi dəyişir. Prezident dəyişir, başqa adam olur. Əlbəttə, nöqsanlardan xali deyil. Amma fakt budur. Dəyişir. Orada çox gözəl mətbuat, söz, yığıncaqlar azadlığı var. Azərbaycan dilində var mı bunlar? Yoxdur axı. Hani, nə vaxt olub ki, İlham Əliyevin hökuməti imkan versin ki, cəmaat bir etiraz nümayişinə çıxsın. Bu ötən illərə nəzər salsaq, görər ki, İlham Əliyev beşiyindəcə boğur o etirazları. Həm də nəinki öz polisinin, daxili qoşunların, hətta qvardiyasının, ordunun köməyi ilə. Bunlar azmış deyən, hətta ondan əlavə də öz Kürt həmyerlilərini İraqdan, Türkiyədən daşıyıb gətirib xüsusi cəza batalyonları hazırlayıb, onları da yurdu xalqının, bu vətəndaşlarının üzərinə və onların başına olmazın əzab gətirirlər. İşgəncələr verirlər. Cəmaatı həbsxanalarda, zindanlarda məhv eləyirlər. Harada görünüb ki, Ermənistanda məsələn, müxalifət nümayəndəsinin cibinə narkotik atıb, onu narkobaron kimi həbsxanaya bassınlar. Azərbaycanda bu ənənə şəklini alıb. Bu dövlətdə 100-ə yaxın siyasi məhbus var ancaq. Və onların tutulmasının yeganə səbəbi odur ki, onlar hökumətin siyasətini tənqid ediblər. Həm də çox da elə bir dərin tənqid də eləməyiblər. Amma Azərbaycanda axı belə bir yazılmamış qanun var. Hökumət nümayəndələrini, başqa hakimiyyət nümayəndələrini tənqid eləmək olar. Azdan çoxdan. Amma dövlət başçısını tənqid eləmək olmaz. Tabu olunubdur. Ona görə də kim onun siyasətini, onu tənqid eləyirsə, onun yeri zindandır. Ona görə də qoy Bakıda sevinməsinlər ki, Ermənistan dağılacaq, nədir cəmaat hökumətdən narazıdır. Əksinə, onlar utanıb yerə girməlidirlər ki, görün Ermənistanda nə boyda demokratiya var ki, minlərlə adam çıxıb dinc nümayişə, həm də sivil formada, heç bir artıq əsir hərəkətə yol vermədən hökumətin siyasətinə öz etirazını bildirirlər. Amma Bakıda bunu eləmək mümkün deyil. Çünki Bakıda bir ailənin, bir şəxsin
diktator rejimi qurulubdur. Bu rejim total nəzarət altındadır. Və hər hansı bir tənqid rejim tərəfindən kəskin şəkildə cəza tədbirləri ilə qarşılaşır. Ona görə də gülmə qonşuna, gələr başına deyiblər. Əvvəl bir Azərbaycanda azdan çoxdan bir demokratik şərait yaradılsın ki, onda məlum olar bu Azərbaycanda yaşayan əhali də bu hökumətdən razıdır ya yox. Axı o əhali ac yalamaz günündədir. Hamısı ələm yesirdir. Nə pensiyası pensiya deyir, nə maaşı maaş deyir. Amma hökumət o xalqdan uğradığı pulları hara istəyir ola sərf eləyir. Olimpiyada keçirir güya. Havayı yemək içmək, hər xərci bu xalqın hesabına, amma bu xalqın özünü heç Bakı şəhərinə bıraxmırlar ki, gəlib heç olmasa o idman yarışlarına tamaşa eləsin. Bu xalqdır. Azərbaycanda şərait budur. Harada görünüb ki, hökumət o xalqa hesabat versin ki, onun pullarını hara xərcləyir. Haçan elə bir iş olub ki, bu cemaat öyrənə bilsin ki, bu Heydər Əliyev adına fond deyilən bir şey ki var, bir qurum, onun pulu hardan gəlir və hardan çıxır, hara gedir. Harada var böyle bir şey? Amma Ermənistanda hökumətin gözünü çıxardarlar buna görə. Çünki orada hökumət xalqa tabedir. Amma Azərbaycanda əhali hamısı bir nəfərə tabedir. Bu məsələnin qısa formada bir tərəfi. İkinci tərəfi keçir xalqa. Qoy Azərbaycan əhalisi, Azərbaycanın bütün vətəndaşları utansınlar ki, o cür dilənçi şəraitdə yaşayırlar, amma səslərini qaldırmırlar. Qoy öyrənsinlər ermənilərdən. Xalq elə olar. Bundan qabaq Gürcüstanda olmuşdu belə hadisələr. İndi Ermənistanı çox sevirsiniz, düşmənsiniz, özünüz bilərsiniz. Amma düşməndən də öyrənməyə ayıb deyil. Görün, xalq belə olar. etiraz edir hökumətin siyasətinə. Amma Azərbaycanda 5-6 il bundan qabaq İlham Əliyev həm elektrik enerjisi tariflərini, həm də qazın, təbii qazın tariflərini birdən-birə 300% qaldırdı. 300%. Burada 40%-dən söhbət gedir. Bir nəfərin səsi çıxmadı. Çıxıb küçəyə soruşmadı ki, ay filan şu yanlı oğlu, bu xalqı niyə belə məhv eləyirsən? Hər o təşkilatın, idarənin, müəssisənin başında da bir qohumu qoyubdu. O cemaatdan yığılan pullar da hamısı onların ciblərinə gelir. Bu dövlətə, bu xalqa heç nə verilmir ondan. Amma bu xalqın səsi çıxmır. Bu xalqı torpağını satırlar, namusunu satırlar. Xalqın səsi çıxmır. Bütün televiziya kanalları hökumətin əlindədir. Onlar da gecə gündüz əxlaqsızlıq yayırlar. Səsi çıxmır xalqın. Bu mübarək Ramazan ayında əzanı qadağan edirlər. Xalqın səsi çıxmır. Danışanda bunlar hamısı müsəlmandılar. O millətin filan qədər hissəsi oruç tutur, namaz qılır. Amma kimə lazımdır o namaz, o oruç ki, o dinin, o Allah'ın, o haqqın yolunda etiraz səsini ucaltmırlar. Kimə lazımdır o Şiyə vətəndaşların Kərbala faciəsi üçün ağlaması ki, onları bugün küfə əhlindən pis vəziyyətdə saxlayırlar, amma onlar küfə əhli kimi səslərini çıxartmırlar. Və buna xalq demək olarmı? O xalqın dövlətinin olması mümkündürmü? O xalq başından əzən kimi, bir ona qapaz vuran kimi hökumət tez şələ-kürəsini yığışdırır, qaçır, gedir Rusiyaya. Gedir başqa dövlətlərə. Ki, gedim özümə çörək pulu qazanım. Ancaq heç kim demir ki, gəlin, birləşək, etiraz eləyək, tələb eləyək öz haqlarımızı. Çünki
bir nəfər, 5 nəfər etiraz eləsə, əlbəttə onu cəzalandırmaq, qorxutmaq asandır. Amma xalq bir yerdə ayağa qalxanda kim onun qarşısını deyənə bilər? Mən burada söhbət elə dövlət çevrilişindən aparmıram. Demirəm gedin hökuməti yıxın. Onu özünüz bilərsiniz. Sadəcə olaraq öz sosial haqlarınızı, iqtisadi haqlarınızı tələb eləyin heç olmasa. Eləmirsiniz. Amma başqa xalq bunu eləyəndə də oturub çayxanalarda, orada burada mətbuat səhifələrində gülürsünüz, sevinirsiniz ki, bəs Ermənistan dağılır. Belə dövlət dağılmaz. Çünki o xalq dövlətçiliyi ənənələri nə malikdir? O xalq çıxıb dinc yolla oturub orada, hökumətdən tələb edir ki, öz siyasətini dəyişdirsin və siyasət də dəyişəcək. Gələcəyi də necə olacaqsa, o xalq öz iqtidarı ilə, öz dövləti ilə bunları müəyyən edəcək. Amma Azərbaycanın cəmaatı, vətəndaşları bəs hansı gündə qalacaqlar? Bu gedişlə dövlət, dəfələrlə demişəm, hakimiyyət o dövləti dağıdır. Dağıdır artıq. Bir şey qalmayıb. Amma çox təəssüf ki, o xalqın, o əhalinin özü də, o titul, xalq dediyimiz türk dilli əhalinin özü də bu prosesdə aktiv iştirak edir. Öz passivliyi ilə, öz mütiliyi ilə, öz köleliyi ilə hökumətin siyasətinə dəstək verir. İmkan verir ki, o hökumət dağıtsın o dövləti və sonra da bu xalqı pis günə qoysun. Bu cəmaatın günü onda necə olacaq, onu bir Allah bilir. Ona görə də, bizim türk dilli qonşularımız, ayılın, öyrənin öz haqlarınızı, oxuyun konstitusiyanı, oxuyun qanunları, bilin ki, sizin nə haqlarınız var, nə azadlıqlarınız var və onları tələb eləyin. Oturub başqa xalqlara, qonşu xalqlara gülməyin. Siz onlara gülə-gülə bir gündə özlərinizi quyunun dibində görərsiniz. Bunu mən sizə deyirəm. Elə də olacaq. Nə qədər ki, siz mütisiz, köləsiz, elə də olacaqdır. Sizə Allaha tapşırıram. Salamat qalın. Люблю тебя, но грудь моя тайник. Я не скажу о чувствах напрямик. Сожмется сердце, я теряю чувство. Бесчувственность спасительна в тот миг. Gel inat etme böyle sevimli dilberim. Gel inat etme böyle sevimli dilberim. Yollarını gözleyip intizar gözlerim. Gel, gel yar kadar alan alan. Sev, sevmiş, giymiş imam. Gel ya da salma dilime ey vefadar olup geçenleri her nedir? Kalbine değmişem yar, bilirem yar, bilirem her günah mendedir. Bilirem her günah mendedir. Eşkim, kalbim, yar her sendedir. Eşkim, kalbim, yar her an sendedir. Laylasını
gel suların sevgilim Laylasını dinle gel suların sevgilim Seyrine birge çıkar baharın sevgilim Gel gel yar kadar Gel ya da salma dilber eyle kadar olup geçenleri her ne diye Kalbine değmişem yar bağışla yar bağışla her günah mendedir Bağışla her günah mendedir Eşkim kalbim yar her o sendedir Eşkim kalbim yar her an sendedir Eşkim kalbim yar her an sendedir Eşkim kalbim yar her an sendedir Merhaba muhterem seyirciler. Bugün sizlere Dünya Zaman ve Hayat programının 3. yayınını sunuyoruz. İlk yayınımızı sunarken dünya konusuna değinmiş ve demiştik ki dünya derken biz bölgemizi Orta Doğu'yu kastediyoruz. İkinci yayınımızda zaman konusuna değinmiş ve zaman içinde terörün, bölge halklarının, dini toplum ve etnik grupların Amerika Birleşik Devletleri başta olmak üzere batılı güçlerin tertiplemiş oldukları savaşların da bölgedeki devletlerin hayatının ayrılmaz bir parçası olduğunu söylemiştik. Bugün hayat konusuna değineceğiz. Ancak bu konuya değinmeden önce geçen hafta bölgemizi yine kana bulayan terör eylemlerinden ve bölgemizin kaderini belirleyecek güç dengelerini alt üst edecek girişimlerden söz etmek istiyoruz. Terör eylemlerini yine cihatçılar da denilen IŞİD yani Irak Şam İslam Devleti yine İslam alemi için mukaddes Ramazan ayında gerçekleştirmiştir. Bu eylemlerin ilk kurbanı Suriye'nin Türk sınırında bulunan ve Kürtlerin kontrolündeki Kobani oldu. 25 Haziran Çarşamba günü şafak vakti Türkiye sınırından ve güneyden 90 kadar IŞİD militanı gizlice Kobani'ye sızdılar. Etrafa rastgele ateş edip binaları bombaladılar. Gerçi Kürt direnişçiler Cuma gününe kadar PYD öncülüğünde Kobani'yi IŞİD militanlarından temizlemeyi başardılar. Ancak bu canilerin terörü neticesinde 333 sivil hayatını kaybetti, 270'i de yaralandı. Kobani'de hayatını kaybedenlerin hepsi de Sünni. Geçen programımızda belirtmiş olduğumuz gibi hani Allah IŞİD'e Şiileri öldürmeyi emretmişti. Şii olsun, Sünni, Hristiyan ya da Budist Allah kullarını adam öldürsün diye yaratmadı ki. Sonra Allah'la konuşmak IŞİD canilerine mi kaldı? Gerçi bu caniler geçen hafta Hristiyanların ve Şiilerin de kanına girdiler. Bunlar Ramazan'da cihat çağrısı yaparak Tunus'un Susa şehrinde turistik bir otele, Kuveyt'te ise Şiilerin İmam Sadık Camii'ne saldırdılar. Ayrıca Somali'de de terör eylemi düzenlediler. Tunus'ta 39 kişi katledildi. Öldürülenlerin çoğu İngiliz. Aralarında Almanlar ve Fransızlar da var. Kuveyt'te ise
hem de camide 27 kişi namaz kılarken öldürüldü. Hepsi de Şii. Somali'de katledilenlerle birlikte ölü sayısı 90'ı buldu. Böylece 26 Haziran İslam aleminde Kanlı Cuma olarak anılmaya başladı. Muhterem seyirciler, cihat din uğrunda savaş demektir. Halbuki Şiiler Müslüman. Dolayısıyla Müslümana cihat ilan edemez. Tunus'ta katledilen İngiliz, Fransız ve Alman turistlere gelince bunlar Hristiyan. Fakat Kur'an-ı Kerim Hristiyanlığı Musevilikle birlikte semavi din olarak kabul eder. Başka bir deyişle IŞİD'in ilan ettiği cihadın din, iman ve İslam ile herhangi bir ilgisi yok. IŞİD canilerinin ise din gibi, iman gibi bir derdi hiç yok. Bunlar kiralık katil. Daha önce Çeçenistan'da para karşılığı adam öldürüyorlardı. Sonra batılı güçlerin talimatıyla Libya'ya gidip orada öldürmeye başladılar. Bu güçler bunları önce Irak'ın ardından da Suriye'nin başına musallat etti. Amerika başta olmak üzere Batı bunların Irak ve Suriye'deki vahşetine seyirci kaldı. Zira gizlice teşvik ediyordu. Fakat bunlar Kuzey Irak'ta Erbil'e, Kuzey Suriye'de ise Kobani'ye yani Kürt bölgelerine saldırınca ABD ve Batı külahları değiştirdi, duruma müdahale edip IŞİD mevzilerini bombalamaya başladı. Bu caniler son haftalarda Suudi Arabistan'da, Bahreyn'de, Yemen'de de Şii camilerini hedef alan saldırılar düzenlemiş. Batılı güçler yine sessizce bu saldırıları seyretmekle yetinmişti. Irak ve Suriye'de Amerikan desteğindeki Kürt güçleri karşısında gerileyen IŞİD şimdi tekrar Yemen ve Libya'da faaliyetlerini artırmakta ve yeniden Kafkas Emirliği kurma maksadıyla Çeçenistan'a dönme gayreti içine girmektedir. Amerika ve Batı bu canilerin Çeçenistan'daki faaliyetlerini özellikle teşvik edecektir. Zira Amerika ve onun batılı müttefikleri Kafkas Emirliği kurulmasa bile IŞİD'in Çeçenistan'ı, Osetya'yı, Dağıstan'ı kana bulayacağından ve Güney Kafkasya'nın da IŞİD teröründen nasibini alacağından emin. Gürcistan ile Azerbaycan, Amerika ve Batı'ya bakarak IŞİD'i teşvik ederler mi bilinmez. Ancak IŞİD'in faaliyetlerini Çeçenistan'dan Güney Kafkasya'ya yayması durumunda bundan en çok zararı Osetler, Abazalar, Talişler, Avarlar gibi azınlıklar, etnik ve dini grupların göreceği herhangi bir şüpheye mahal vermemektedir. Hadiseler böyle seyredecek olursa Güney Kafkasya'da Rusya'yı köşeye sıkıştırıp güç dengelerini değiştirme imkanı yaratılacağı için Amerika ve Batı IŞİD konusunda muhtemelen Gürcistan ile Azerbaycan'ı da teşvik edecektir. Yani IŞİD'i Kürt bölgeleri haricinde Irak ve Suriye'ye karşı kullanan batılı güçler bu terör şebekesini Kafkaslar'da Rusya'ya karşı kullanacak. Kafkaslar istikrarsızlaştırılacak. Bunun zararını ise Rusya'dan çok Kafkas halkları, bilhassa mağdur durumdaki şiddete, baskıya maruz kalan azınlıklar, dini toplumlar ve etnik gruplar görecek. Hayat bunlara tam manasıyla zehir olacaktır. Bölgemizin yani Orta Doğu'nun kaderini belirleyecek, Orta Doğu'da güç dengelerini alt üst edecek girişimlere gelince burada mevzu bahis olan Türkiye'dir. Geçen programımızda Türkiye'nin Suriye'ye girme hayalinden bahsetmiş ve demiştik ki bu hayal suya düşünce AK Parti iktidarı Kuzey Suriye'de gitgide güç kazanan Kürtleri sindirmek için IŞİD'i bunlara karşı kullanmaya ve bu terör örgütüne her türlü desteği vermeye başladı. Ancak Amerikalılar da IŞİD mevzilerini bombalamak suretiyle PYD başta olmak üzere Kürt güçlerini desteklemeye başlayınca IŞİD Kürtler karşısında geriledi
ve Türkiye'nin umutlarını boşa çıkardı. Kürt güçleri ise Amerikan desteğiyle önce Suriye'nin Türkiye sınırındaki Kobani'yi, ardından da Tel Abyad'ı IŞİD'in elinden almakla kalmayıp Kuzey Suriye'de yani Türk sınırının güneyinde kontrolü ele geçirdi. 25 Haziran Perşembe günü Kobani'de tertiplenen IŞİD saldırısı işte sınır bölgelerinde kontrolün Kürt güçlerine geçmesiyle ilgilidir. IŞİD'in ümitleri boşa çıkarması, bilhassa Tel Abyad'ı Kürt güçlerine teslim etmek durumunda kalması ve Kürt güçlerinin IŞİD'in merkezi olan Rakka'ya doğru ilerlemeleri Türkiye'yi bir hayli endişelendirdi. Bunun üzerine Cumhurbaşkanı Recep Tayyip Erdoğan ve Başbakan Ahmet Davutoğlu, Türkiye'nin güneyinde Amerika'nın desteğiyle bir Kürt devleti yaratılmaya çalışılıyor. Türkiye böyle bir emrivakiye fırsat vermeyecek, bedeli neyse bunu da ödeyecektir yolunda açıklamalarda bulundular. Bunlar PKK'nın Suriye kolu PYD'nin IŞİD'den daha tehlikeli olduğunu vurgulamayı da ihmal etmediler. İş bununla da kalmadı. Şimdi Ankara Suriye'ye askeri bir operasyon düzenleme meselesini tartışıyor. Buna göre 18 bin Türk askeri sınıra bitişik Cerablus üzerinden Suriye'ye girecek ve Suriye topraklarında Türk sınırı boyunca 30 kilometre genişliğinde tampon bölge veya Cumhurbaşkanı Erdoğan'ın deyimiyle bir güvenlik kuşağı oluşturacak. Türkiye'nin Suriye'ye girmesi meselesi 26 Haziran Cuma günü Ankara'da güvenlik toplantısında görüşüldü. Ertesi gün Cumhurbaşkanı Erdoğan ile Başbakan Davutoğlu İstanbul'da konuyla ilgili baş başa bir görüşme yaptılar. 29 Haziran Pazartesi Milli Güvenlik Kurulu Ankara'da toplandı. Suriye düzenlenmesi düşünülen operasyon burada masaya yatırıldı. 30 Haziran'da ise yani dün Türk savaş uçakları Kuzey Irak'a saldırıp Kandil'deki PKK mevzilerini bombaladılar. Türkiye'de AK Parti iktidarı askeri operasyonu tartışırken Türk siyasi partileri, siyasal bilimciler, gazeteciler de böyle bir operasyonun Türkiye açısından doğuracağı muhtemel neticeleri tartışmaktalar. Bu operasyona özellikle Cumhurbaşkanı Erdoğan ile Başbakan Davutoğlu hükümeti taraftar. Fakat 7 Haziran Türkiye Büyük Millet Meclisleri genel seçimleri sonrasında hükümet görev süresini tamamladığı için ülkeyi vekaleten yani geçici olarak idare etmektedir. Geçici bir hükümetin ülkeyi savaşa sokması gibi bir yetkisi olamaz. Savaşa sokması durumunda ise uluslararası toplumun, Birleşmiş Milletler'in, Rusya'nın, İran'ın, Avrupa Birliği ile Amerika Birleşik Devletleri'nin tepkilerini dikkate almak durumunda kalacak. Orta Doğu'da zaten tecrit olan Türkiye'nin dünyada da tecrit olmasına sebebiyet verecektir. Bilindiği gibi Birleşmiş Milletler Güvenlik Konseyi'nin kararı olmadan bir devlet başka bir devletin topraklarına giremez. Girdiği takdirde bu topraklara tecavüz etme durumuna düşer ve uluslararası toplum tarafından kınanır. Kınanmak bir yana yaptırım uygularına da muhatap olur ve iş Uluslararası Adalet Divanı'na kadar gider. Ayrıca Rusya ve İran'ın bu operasyona karşı olacakları, belki de tedbir alacakları açıktır. Ancak mesele sadece Rusya ile İran değil. Suriye'de gerçekleştirilecek operasyonun hedefi Kürt bölgeleri olduğu için operasyona Amerika ile Avrupa Birliği de karşı çıkacaktır. Bunların desteği olmadan Türkiye'nin Rusya'yı, İran'ı karşısına alma gibi bir lüksü yok. Nitekim Amerika Birleşik Devletleri Dışişleri Bakanlığı yaptığı bir açıklamayla Türkiye'yi küçümsemiş. Ankara'nın Suriye'ye yönelik
askeri operasyon düzenleme girişimlerini ciddiye almadıklarını beyan etmiştir. Bütün bu muhtemel gelişmeler ışığında Türk Dışişleri bürokratları bu operasyonu uygun bulmuyor. Asker operasyona direniyor. Operasyonun mesuliyetini üstüne almamak için Davutoğlu hükümetinden yazılı emir talep ediyor. Muhalif partiler, siyasal bilimciler, gazeteciler ve aydın kesim ise Suriye'ye düzenlenecek bu operasyonun Türkiye açısından neticesi belirsiz bir macera olacağı düşüncesindeler. Hatırlatalım, IŞİD Kürt bölgelerine saldırınca Amerika harekete geçmiş, IŞİD'in mevzilerini bombalamıştı. PKK'nın Suriye kolu PYD, IŞİD'den daha tehlikeli diyen Türkiye'nin Suriye'ye karşı düzenleyeceği askeri operasyonun hedefinde de yine Kürt bölgeleri var. Türk askeri Suriye'de Kürt bölgelerine saldırır. Amerikan savaş uçakları da Türk askeri mevzilerini bombalar ise artık gerisini siz tahmin edin muhterem seyirciler. Maalesef bölgemizde devam eden katliam, terör, zorunlu göç, IŞİD'in Çeçenistan'da Kafkas Emirliği, Türkiye'nin Suriye topraklarına girme gayretleri gibi neticesi meçhul gelişmeler hayatımızın bir parçası oldu adeta ve biz bugün hayat konusuna değinemedik. Gelecek hafta aynı gün ve aynı saatte görüşmek üzere. Kalın sağlıcakla.